Salam, hər vaxtınız xeyir. Coğrafiya DİM 2025-ci il test toplumumuz ikinci hissə test toplusunda bioedyatların yer kürəsində paylanması mövzusu ilə bağlı testlərin izahını verərik. 100-cü testə kimi izah etmişdik. Bu dəfə 101-ci testdən başlayaraq digər testləri izah etməyə çalışarıq. Təbliğ zonalara uyğun gələn əraziləri müəyyən edin. Burada 4 rəqəm göstərilmişdi. Birinci rəqəm subtropik aralıq dəniz iqlim tipidir. Subtropik aralıq dəniz iqlim tipində də codyarpaqlı həmişəyaşıl meşə və kolluqlar yayılıb. 2 rəqəmi subekvatorial iqlim qurşağındadır. Subekvatorial iqlim qurşağında savanna və seyrək meşələrdir. 3 rəqəmi ilə ekvatorial iqlim qurşağı göstərilir. Burada da ekvatorial həmişəyaşıl meşələr olar. 4 rəqəmi də Kalahari Namib səhrası, yəni Cənubi Afrika hissəsidir ki, burada da quru tropik iqlim qurşağıdır, yəni səhra və yarım səhra təbii zonası olacaq. Ona görə burada da yəni birinciyə uyğun gəlir 3, ikinciyə uyğun gəlir 2, düzgün cavabımız 101-də olacaq B variantı. Xəritə sxemasından A məntəqəsindən B məntəqəsində hərəkət edən səyahətçinin ardıcıl olaraq hansı təbii zonadan keçəcəyini müəyyən edir. A məntəqəsi ekvatorial iqlim qurşağıdır, yəni rütubətli ekvatorial meşələrdir. Daha sonra savanna gələcək, çünki subekvatorial iqlim qurşağıdır. Daha sonra da B nöqtəsinin yerləşdiyi yer tropik səhra iqlimidir. Ona görə orada səhra və yarım səhra olacaq. Düzgün cavab olacaq D variantı. Mərkəzi Asiya səhralarını Cənubi Asiyanın savanna və dəyişkən rütubətli meşələrindən ayıran dağ silsilələr. Yəni Cənubi Asiya ilə Mərkəzi Asiya arasında yerləşən dağlar olacaq düzgün cavabımız. A variantı olmaz. Elburz dağları Cənub-Qərbi Asiyadadır. B variantında Verxoyans dağları Şimali Asiya regionundadır. D variantında Qafqaz Cənub-Qərbi Asiyadır. Həm də Kopet dağ. C variantında Himalay Hindquş düzgün cavabımız olacaq. Y variantında Altay və Zagros dağları. Altay dağları Mərkəzi Asiyanın əsas şimal hissəsidir. Zagros dağları da Cənub-Qərbi Asiyadır. Düzgün cavab olacaq C variantı. Avrasiyada şimaldan cənuba doğru meşə zonasının çöl ilə əvəz olunmasının səbəbi. Şimal daha rütubətlidir. Ona görə də orada meşə landşaftı yaranır. Amma çöl zonasının yayıldığı yerlər əsasən rütubətli əmsalı vahiddən kiçikdir. Burada da deyir nə üçün əvəz olunur? Düzgün cavabımız Y variantı olacaq rütubətliyin azalması ilə. 105. Qərbi Avropanın təbiətinə aid olan xüsusiyyətləri müəyyən edin. Enliyarpaqlı meşə zonası geniş yayılmışdır, doğrudur. Antropogen landşaftlar geniş yayılmışdır. Qərbi Avropada əhali sıx məskunlaşıb, ona görə antropogen landşaftda geniş yayılmışdır. Qış həddindən artıq soyuq, yay isə istidir. Qərbi Avropanın iqlimi mülayim dəniz və mülayim kontinentaldır. Burada da qış həddən artıq soyuq olmur. Bu yanlışdır. Atlantik okeandan gələn hava kütlələrinin təsiri altındadır. Bəli, doğrudur. Kontinental iqlim tipi xarakterli, xeyr, burada isə mülayim kontinentaldır. Çöl landşaftı geniş yayılmışdır. Çöl landşaftı Şərqi Avropada geniş yayılır. Bu da yanlışdır. Düzgün cavabımız olacaq Y variantı. Euler-Venn diaqramının əsasına uyğun gələn bəndləri müəyyən edin. Selvas, yəni Cənubi Amerikanın ekvatorial meşələri, tayqada mülayim iqlim qurşağında yerləşən iynəyarpaqlı meşələrdir. Fəsil dəyişkənliyi zəif müşahidə olunur. Bu əlbəttə ki, ekvatorial iqlimə uyğun gələcək, yəni selvaslara. Çünki orada əsasən bir fəsil olur. Enliyarpaqlı ağaclar üstünlüyü təşkil edir. Tayqa iynəyarpaqlı ağaclardır, amma selvasda enliyarpaqlı ağaclar üstünlüyü təşkil edir. Podzol torpaqlar tayqanın torpağıdır. Əkinçilik üçün əlverişli deyil. Əkinçilik üçün əlverişli deyil deyirsə, bu hər ikisinə götürmək olar. Tayqada biraz soyuq iqlimdir, ona görə hər ikisinə götürmək olar. Ağacları selüloz, kağız salda daha çox cəlb olunur. Bu aiddir tayqa meşələrinə, iynəyarpaqlı ağaclar əsasən burada seçilir. Əhali zəif məskunlaşdırmışdır. Hər ikisində əhali zəif məskunlaşıb. Ona görə də bunu da ortaq xüsusiyyət kimi göstərə bilərik. Düzgün cavabımız olacaq 106-cı sualda Y variantı. 1-ə AB, 2-yə CY, 3-ə DF. Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Qəhvəyi torpaqlar və qırmızı qonur torpaqlar. Codyarpaqlı həmişəyaşıl meşə və kolluqlarda formalaşır. Bu qəhvəyi torpaqlardır. Cənub-Şərqi Asiya, Braziliya yaylasında formalaşmışdır. Qırmızı qonur savannanın torpağıdır. Cənub-Şərqi Asiya, Braziliyada savannadır. Ona görə 2 olacaq B. Yayıldığı ərazilər tropik hava kütlələrinin təsirinə məruz qalır. Qəhvəyi torpaqlar subtropikdə, qırmızı qonur da subekvatorialdadır. Hər ikisinə də tropik hava kütlələri təsir edir. Əsasən tropik işıqlanma qurşağında formalaşır. Qəhvəyi torpaqların yayıldığı codyarpaqlı meşə kolluqlar mülayim işıqlanma qurşağıdır. Amma qırmızı qonur, yəni savannalar tropik iqlim qurşağı olar.
2-yə D olacaq. Suvarma əkinçiliyi inkişaf etmişdir hər ikisində. Əlbəttə ki, qəfəyi torpaqlarda suvarma aparılır yay aylarında, qırmızı qonurda qış aylarında aparılır. Yayıldığı ərazilərdə yay quraq, isti, qışı mülayim rütubətli keçir. Bu qəfəyi torpaqlara, codyarpaqlı meşə və kolluğa aiddir. 1-ə AF, 2-yə BD. AF, BD, yəni olacaq 107-ci sualda düzgün cavab C variantı. 108-ci suala baxaq. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. 1 Şimali Amerikada, 2 Afrikada. Dəyişkən rütubətli meşələr zonası yayılmışdır. Hər ikisində yayılmışdır. Doğrudur. Çünki hər ikisində həm rütubətli tropik, həm də subekvator iqlim qurşağı yayılıb. Sayı xətləri çox girintili çıxıntılıdır. Bu Şimali Amerikaya aiddir. Cavan dağları materik və okean tipli havaların toqquşmasından yaranıb. Kordilyer dağları Şimali Amerikada, Sakit Okeanla Şimali Amerika havasının toqquşmasıdır. Lakin Afrikada olan Atlas dağları materik okean yox, iki materik tavanının toqquşmasıdır. Ona görə bu aid olacaq yalnız Şimali Amerika. Səhra landşaftı geniş ərazi tutur. Səhranın geniş ərazi tutduğu yer Afrika olacaq. Şimal tropik xətti kəsir, hər ikisinin şimal tropik xətti kəsir. Həm şimal, həm də cənub hissəsində həmişəyaşıl codyarpaqlı meşələr rast gəlinir. Bu Afrikadır ki, həm şimalında, həm də cənubunda subtropik iqlim qurşağı yayılmışdır. 1-ə 2, 3, 2-yə 4, 6 düzgün cavab olacaq B variantı. 109-cu sual. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Cənubi Amerika və Avstraliya. Geosignal qurşağıda malikdir. Bu Cənubi Amerikadır. Litosfer dağlarının toqquşmasından kənarda yerləşir. Yəni platformadır. Bu Avstraliyadır. Sahil xətləri nisbətən az parçalanıb. Hər ikisinin sahil xətti nisbətən az parçalanıb. Savanna və seyrək meşələr yayılmışdır hər ikisində. Fəaliyyətdə olan vulkanlar mövcuddur. Bu əlbəttə ki, Cənubi Amerikaya aid olacaq. Səhralar geniş yayılmışdır. Buradakı Avstraliyaya aid olacaq. 1-ə 1, 5, 2-yə 2, 6. Düzgün cavab olacaq D variantı. 110-cu sual. Eyler-Venn diaqramına əsasən uyğun bəndi müəyyən edin. Peru cərəyanının təsirindən yaranır. Bu Cənubi Amerikada Atakama səhrasıdır. Ərazisində eyni adlı ölkə yerləşir. Namibiyadır, Namib səhrasında yerləşir. Atakama səhrası Çilinin ərazisindədir. Bengel cərəyanının təsiri ilə formalaşır. Bu da Namib səhrasına aiddir. Çili dövlətinin ərazisində yerləşir. Bu Atakama səhrasıdır. Fiziki aşınma prosesi intensiv gedən ərazidir. Əlbəttə ki, hər ikisində fiziki aşınma intensiv gedir. 1-ə 1, 4, 2, 3, 110-cu sualda düzgün cavab Y variantı. 111. Şimali Amerikanın çölləri və Cənubi Amerikanın çölləri mülayim iqlim qurşağında geniş əraziləri əhatə edir. Biz demişdik ki, Cənubi Amerikanın çölləri yalnız subtropik iqlim qurşağındadır. Ona görə bu 1-ə gedəcək. İnkişaf etmiş ölkənin ərazisində yerləşir. Cənubi Amerikada inkişaf etmiş ölkə yoxdur. Şimali Amerikada Kanada və ABŞ-ın ərazisində yerləşir çöllər. Ona görə bu doğrudur. Yalnız subtropik iqlim qurşağında formalaşmışdır. Bu Cənubi Amerikanın çöllərinə aiddir. Dünyanın mühüm taxılçılıq regionudur hər ikisi. Qırmızı qara torpaqlar da Cənubi Amerikanın çöllərinə aiddir. Şimali Amerikada sən qara və şaballı torpaqlardır. Düzgün cavabımız olacaq 1-ə 1, 2, 2-yə 3, 5, yəni Y variantı. 112-ci sual. Braziliya yaylası, Dekan yaylası. Braziliya yaylası bildiyimiz kimi Cənubi Amerikada, Dekanda, Hindistanda yerləşir. Cənub və qərb yarımkürələrində yerləşir. Bu Braziliyaya aiddir. İyun, iyul, avqust aylarında bol yağıntı alır. Hər ikisi subekvatorialdır. Subekvatorialın da yağıntısı yayda düşür. Lakin Braziliya cənubda olduğu üçün onun yay ayları dekabr, yanvar, fevraldır. Amma Dekan şimal yarımkürəsindədir. Ona görə bu Dekana aid olacaq. Ərazisində savannalar formalaşmışdır. Hər ikisinə aiddir. Qədim Gondwana materikinin tərkib hissəsi olmuşdur. Hər ikisi qədim Gondwana materikinə aiddir. Düzdür, Braziliya, Cənubi Amerikada o tamamilə Gondwana. Dekan yaylası Avrasiyada olsa da, yəni Hindistan Avrasiyada olsa da qədim Gondwananın tərkib hissəsidir. Dekabr ayının üzərində günəş zenitdə olur. Bu cənub yarımkürəsindədir, yəni Braziliya yaylasındadır. Şimal və şərq yarımkürələrində yerləşir. Şimal və şərq yarımkürələrində yerləşir. Bu da Dekan yaylasına aiddir. Deməli 1-ə 1, 5, 2-yə 2, 6, yəni düzgün cavab olacaq B variantı. 113-cü sual. Qərb hissəsini uca dağlar əhatə edir. Cənubi Amerika ilə Şimali Amerikanın oxşarıdır bu. Ekvatorial meşələr geniş sahə tutur. Şimali Amerikada ekvatorial meşələr təbii zonası yoxdur. Bu Cənubi Amerikaya aiddir.
İqliminə Atlantik okeanın təsiri böyükdür hər ikisinə. Bütövlükdə şimal və qərb yarımkürələrində yerləşir. Bu Şimali Amerikadır. Qədim Gondvananın tərkib hissəsidir. Bu Cənubi Amerikadır. Çünki Şimali Amerika Lavrasiyanın tərkib hissəsidir. Üç okeanın suları ilə əhatə olunur. Bu da Şimali Amerikadır. Çünki Şimal Buzlu okean, Sakit və Atlantik okeanı sahillərindədir. 1, 4, 6, 2, 2, 5, 113-də düzgün cavab olacaq A variantı. 114-cü sual. Qərbi Sibir düzənliyi, Ərəbistan yarımadası. Bataqlıqlar geniş yayılmışdır. Ərəbistan yarımadası əsasən səhra və yarım səhradır. Bu Qərbi Sibir düzənliyinə uyğun gələcək. Zəngin neft-qaz ehtiyatlarına malikdir. Hər ikisində neft-qaz ehtiyatları zəngindir. Ona görə bu hər ikisinə gedəcək. İki yarımkürədə yerləşir. Hər ikisi şimal və şərq yarımkürəsindədir. Nə Qrinviç, nə də ekvator kəsmir. Meşə örtüyü ilə zəngindir. Bu Qərbi Sibir düzənliyidir ki, iynə yarpaqlı meşələr geniş sahə tutur. Duz radiyası üstündür. Bu səhra iqliminə, yəni Ərəbistan yarımadasına uyğun gəlir. Buludlar yoxdur orada. Qədim Gondvananın tərkib hissəsi olmuşdur. Qərbi Sibir düzənliyi Avrasiyadadır. Lavrasiyaya aiddir. Ərəbistan yarımadası da Avrasiyada olsa da yad quru parçasıdır. Yəni Gondvanaya aiddir. Ona görə 2-yə gedəcək. 1-ə 1, 4, 5, 6 düzgün cavab olacaq D variantı. 115-ci sual. Enli yarpaqlı meşələr və tayqa meşələr. İynə yarpaqlı ağaclar üstündür. Bu tayqa meşələrinə aiddir. Mülayim iqlim qurşağında yerləşir hər ikisi. Podzol torpaqları tayqa meşələrinə aiddir. Yayılmasına əsas səbəb sahil boyu ərazilərdə mülayim dəniz iqlim olmasıdır ki, bu enli yarpaqlığa aiddir. Palıd, cökə, fıstıq. Palıd və fıstıq ağacları enli yarpaqlı ağacdır. Ona görə bu 1-ə aid olacaq. Avrasiya materiklərində yayılıb hər ikisi. 1-ə 4, 5, 2-yə 1, 3 düzgün cavabımız olacaq Y variantı. Avrasiya materikinin təbii zonalarına uyğun gələn ucqar nöqtələri müəyyən edin. Ekvatorial meşələr Avrasiyanın cənubunda olacaq, ona görə cənub ucqar nöqtəsidir. Tundra və meşə tundra Avrasiyanın şərq ucqar nöqtəsi. Dejnyo burnu tundra və meşə tundradadır. Cod yarpaqlı həmişə yaşıl meşə və kolluqlar Avrasiyanın qərb ucqar nöqtəsidir, Roka burnudur. Arktik səhralar da Avrasiyanın şimal ucqar nöqtəsidir ki, Çelyuskin burnudur, Taymır yarımadasında. Ona görə 1-ə 2, 2-yə 3, 3-ə 4, yəni düzgün cavab olacaq B variantı. 117. Pampa təbii zonasına aid olmayan fikri müəyyən edin. Əsasən subtropik iqlim qurşağında formalaşır. Doğrudur. Pampa Cənubi Amerikanın çölləridir. Qırmızı ferralit, qırmızı sarı. Qırmızı ferralit ekvatorialın torpağıdır. Qırmızı sarı da əsasən belə deyək, yəni burada Pampa torpağı qırmızı qonu. Qırmızı və sarı torpaqlar əsasən dəyişkən rütubətli meşələrin torpağıdır. Ona görə B variantı yanlışdır. 117-də düzgün cavabımız elə B variantı olacaq. Atlantik okean təsiri ilə müşahidə olunur. Doğrudur, yerləşdiyi ölkədə inkişaf etməkdə olan ölkələr qrupuna aiddir. Bu da doğrudur. Argentinanın mühüm taxılçılıq ölkəsidir. Bu da doğrudur. Müvafiq olaraq Hudson, Bengal və Biskay körfəzlərinin sahillərində yerləşən təbii zonaları müəyyən edin. Hudson körfəzi sahillərində əsasən subarktik iqlim qurşağıdır. Ona görə orada tundra olacaq. Yəni A variantı, B variantı və D variantı yanlışdır. Bengal körfəzi əsasən savanna və seyrək meşələr olacaq və yaxud dəyişkən rütubətli meşələr də ola bilər. Çünki bu yerləşir, belə deyək, subekvatorial iqlim qurşağında və subekvatorial iqlim qurşağında Hind okeanı sahilləri boyunca kiçik bir sahədə dəyişkən rütubətli meşələr zolaq əmələ gətirir. Ona görə bu dəyişkən rütubətli meşələr olacaq. Biskay körfəzi də yerləşir Qərbi Avropada mülayim dəniz iqlim tipindədir. Orada da enli yarpaqlı meşələr olacaq. Düzgün cavab olacaq elə bizim sualımızda Y variantı. 119. Tropik və subekvatorial. Afrikada geniş sahə tutur. Hər ikisi Afrikada geniş sahə tutur. Səhra və yarım səhra təbii zonası üstündür. Bu tropikə aiddir. Dəyişkən rütubətli meşələr formalaşır. Subekvatorialda da ola bilər, tropikdə də ola bilər. Rütubətli yay dövründə təbiət canlanır. Bu subekvatoriala aiddir. Ekvatorial hava kütləsi təsir edir. Tikanlı kollar, dəvə tikanı, bu bitkilər əslən səhra bitkisidir. Ona görə tropikə gedəcək. Ekvatorial və tropik hava kütlələrinin təsiri ilə formalaşır. Bu da subekvatoriala aid olacaq. 1-ə 2, 5, 2-yə 4, 6, 3-ə də 1, 3 düzgün cavab olacaq B variantı. Verilən coğrafi koordinatların hansı ölkələrin paytaxtlarına uyğun gəldiyini və bu ölkələrdə yayılan əsas təbii zonaları müəyyən edin. 21 dərəcə şimal enliyi, 106 dərəcə
şərq uzunluğu. 38 dərəcə şimal enliyi, 58 dərəcə şərq uzunluğu. Gəlin suallarımıza baxaq. İndoneziya 21 dərəcə şimal enliyi olmaz. Özbəkistan 38 dərəcə şimal enliyi olsa da çöl və meşə çöllər olmaz. Yəni ola bilər 38 dərəcə şimalli, amma çöl və meşə çöl olmaz. Yəni A variantı yanlışdır. B variantı. Yaponiya 21 dərəcə şimal enliyi olmaz. O Azərbaycanla eyni enlikdədir. 40 dərəcə şimal enliyi olar. Hindistan 21 dərəcə şimal enliyi ola bilər. Uzunluğa da gəlin elə burada yazaq. 21 dərəcə şimal enliyi, 106 dərəcə şərq uzunluğu. 21, 106 şərq uzunluğu. O birisi də yəni digər 38, 50, 38 və 58. Yəni 38 dərəcə şimal enliyi, 58 dərəcə şərq uzunluğu. Misir, deməli Hindistan 106 dərəcə şərq uzunluğu. 106 dərəcə şərq uzunluğu tam da olmaz. Ona görə bu da yanlışdır. Amma Misirə də baxaq. 38 dərəcə şimal enliyi, 58 dərəcə şərq uzunluğu. Misir Azərbaycandan qərbdədir. 58 dərəcə şərq uzunluğu olmaz. Vyetnam 21 dərəcə şimal enliyi olar. 106 dərəcə şərq uzunluğu olar. Yəni Hindistandan şərqdədir. Ona görə ola bilər. Musson meşələri təbii zonası doğrudur. Vyetnamda musson meşələridir. Türkmənistan 38 dərəcə şimal enliyi olar. Bakıdan da şərqdə olduğu üçün, yəni Azərbaycandan şərqdə olduğu üçün 58 dərəcə şərq uzunluğu da olar. Bu doğru olar. Y-yə də baxaq. Qazaxıstan 20 dərəcə şimal enliyi olmaz. Azərbaycandan da şimaldadır. Yəni hətta eyni enlikdədir. Səhra və yarımsəhra olmaz. Y variantı yanlışdır. 121-ci sual. Verilən coğrafi koordinatların hansı ölkələrin paytaxtlarına uyğun gəldiyini və bu ölkələrdə yayılan əsas təbii zonanı müəyyən edin. Baxaq. 48 dərəcə şimal enliyi, 4 dərəcə şərq uzunluğu. Almaniyanın paytaxtı şərq yarımkürəsindədir. 48 dərəcə şimal enliyində də ola bilər. Tayqa meşələri yox, orada enli yarpaqlı meşələr olmalıydı. Bu yanlışdır. Venezuela 35 dərəcə cənub enliyi olmaz. Bu da yanlışdır. A variantı olmaz. İspaniyanın paytaxtı şərq yarımkürəsində yox, qərb yarımkürəsindədir. Ona görə B olmaz. Kolumbiyada 35 dərəcə cənub enliyi olmaz, şimal yarımkürəsindədir. Fransa 48 dərəcə şimal enliyi ola bilər, 44 dərəcə şərq uzunluğu da ola bilər, çünki paytaxtı şərq yarımkürəsindədir. Bu ola bilər. Həm də qarışıq enli yarpaqlı meşələrdə ola bilər. Uruqvay 35 dərəcə cənub enliyi olar, çünki cənub tropik xəttindən cənubdadır. 56 dərəcə qərb uzunluğu da olar. Pampa çöl zonası da olar. 121-də C variantı düzgün cavabımız ola bilər. Gəlin o birlərinə baxaq. Polşa 48 dərəcə şimal enliyi ola bilər. Amma 4 dərəcə şərq uzunluğu olmaz. O daha şərqdədir. Ona görə bu yanlışdır. Argentina 35 dərəcə cənub enliyi ola bilər. 56 dərəcə qərb uzunluğu, amma musson meşələri olmaz. Yəni bu yanlışdır. Ukrayna 48 dərəcə şimal enliyi olar, amma 4 dərəcə şərq uzunluğu çox, yəni qərbdir buna görə, yəni Ukrayna daha şərqdədir. Ona görə bu da yanlışdır. Düzgün cavabımız elə C variantı olacaq. Səhra, savanna, qarışıq və enli yarpaqlı meşələr, dəyişkən rütubətli meşələrin yayıldığı müvafiq ərazilər. Bir rəqəmi rütubətli ekvatorial meşələrdir. 2 rəqəmi səhra və yarımsəhra ola bilər. Mülayimin kəskin kontinentalı səhra və yarımsəhra ola bilər. Bura 122-yə 2 yazaq. 3 rəqəmini enli yarpaqlı meşələrdir. Ona görə qarışıq və enli yarpaqlı meşələrə gedər. 4 rəqəmi dəyişkən rütubətli meşələrdir. Çünki subtropiki musson iqlim tipidir. Ona görə bu da olar. 5 rəqəmi arktik səhradır. 6 rəqəmi də Avstraliyanın şimalıdır. Yəni savanna və seyrək meşələrdir. Bu da olar. 7 rəqəmindəki ekvatorial meşələr təbii zonası. Düzgün cavabımız olacaq 2, 6, 3, 4. Yəni B variantı. Xəritə sıxılmazsa verilmiş əraziyə aid olan əlamətlər. Ekvator xətti kəsir, qərb yarımkürəsindədir. Deməli, burada Amazon ovalığından söhbət gedir. Cənubi Amerika, Amazon ovalığı. Bu da Amazon çayıdır. Pampa təbii zonası geniş sahətdir, yanlışdır. Soğuk okean cərəyanları iqliminə təsiri böyükdür. Xeyr, burada isti cərəyanlardır. Qviana kimi cərəyanlar var. Çayların qidalanmasında buzlaq suları üstünlüyü təşkil edir. Bu da yanlışdır. Yağış sularıdır, ekvatorial yağışlar. Sahilindən isti cərəyan keçir, doğru. Boz torpaqlar yox, qırmızı sarı ferralitdir. Çayların qidalanmasında yağış suları üstünlüyü təşkil edir. Doğrudur. Keçilməz meşələrdir. Bu da doğrudur. Düzgün cavabımız olacaq C variantı. İyun, avqust, dekabr, fevral aylarının rütubətli olduğu müvafiq ərazilər. Cənubi Asiya, Cənub-Qərbi Avstraliya. Cənubi Asiya
subekvatorialdır, savannadır. İyun-avqust doğrudur. Cənub-qərbi Avstraliyada codyarpaqlı meşə və kolluqlardır. Codyarpaqlı meşə və kolluqlar olduğu üçün cənubun da qış ayları iyun-avqustdur. Bu da doğrudur. Dekabr, fevral. Bir də Qviyana əyalası yazıb. Bu da cənubun subekvatorialıdır. Ona görə iyun-avqust aylarıdır. Dekabr, fevral aylarına baxaq. Şimali Avstraliya subekvatorialıdır. Cənubun subekvatorialıdır. Dekabr, fevral doğrudur. Cənubi Avropa. Bu Cənubi Avropa codyarpaqlı meşə kolluqlardır. Yəni subtropikin Aralıq dənizidir. Qış aylarında yağıntı düşür. Bu da doğrudur. Braziliya əyalası da cənubun yenə subekvatorialıdır. Cənubun subekvatorialı olduğu üçün Braziliya əyalasında da yağıntılar dekabr, fevraldır. Qviyana əyaləsi şimalın subekvatorialı idi. Yağıntıları iyun-avqust idi. Burada biraz da yanlış oldu. Elə düzgün cavabımız A variantı olacaq. B variantına baxaq. Qviyana əyaləsi doğrudur, Braziliya əyaləsi yanlışdır. Braziliya əyaləsi cənubun subekvatorialıdır. Yağışları dekabr, fevral aylarıdır. Amazon ovalığı da il boyudur. B olmaz. C-yə baxaq. Cənubi Avropada yağıntılar iyun-avqust yox, dekabr, fevral aylarındadır. C də olmaz. D-də Şərqi Afrika. Şərqi Afrika həm şimal, həm cənuba düşür, ekvator xətti kəsir. Braziliya əyləsi yenə deyirəm, cənubun subekvatorialıdır, dekabr, fevral ayları. D də olmaz. Y variantındadır. Mərkəzi Asiya iyun-avqust ayları olmaz. Cənubi Asiya olsa da Küraraz ovalığı olmaz. Küraraz ovalığında yağıntılar iyun-avqust aylarında düşmür. Düzgün cavab A variantı. 125 dekabr, fevral və iyun-avqust aylarının daha quraq olduğu ərazilər. Burada isə quraq olduğu deyilir. Yəni 125-ci testdə. Braziliya yaylası dekabr, fevral aylarında bol yağıntı alır. Çünki cənubun subekvatorialıdır. Ona görə olmaz. Yəni A olmaz. Qviyana yaylası dekabr, fevral aylarında şimalın subekvatorialı olduğu üçün quru keçir, qış aylarıdır. Madagaskar adası cənubun subekvatorialında olduğu üçün dekabr, fevral ayları bol yağıntı olur. Ona görə bu da olmaz. Pireney yarımadası şimalın subtropik Aralıq dənizidir. Pireney yarımadasında da subtropik Aralıqda da yağıntılar dekabr, fevral, yəni qış aylarında düşəcək. Daha quraq olmaz. C də yanlışdır. Şərqi Afrika yaylası hər ikisidir. Yəni həm şimalın subekvatorial, həm cənubun subekvatorialdır. Ona görə olmaz. Qərbi Sibir ovalığı, Cənub-Şərqi Avstraliya yazıb. Cənub-Şərqi Avstraliya bərabər yağıntılı subtropikdir. Orada quraq aylar demək olar ki, olmur. İl boyu rütbətli olur. Y variantına baxaq. Cənubi Asiya şimalın subekvatorialıdır. Dekabr, fevral quraq keçir. Qviyana əyaləsi şimalın subekvatorialıdır. Dekabr, fevral quraq keçir. Yəni qış ayları. Cənub-Qərbi Avstraliya cənub yarımkürəsindədir. Dekabr, fevral onların yay aylarıdır. Aralıq dənizində də yay ayları quraq keçir. Birinci hissə doğrudur. Şimali Avstraliya savanna, seyrək meşədir, amma cənubun savannası olduğuna görə iyun-avqust ayları quraq keçəcək. Braziliya əyləsi cənubun subekvatorialıdır, quraq keçir. Balkan yarımadası da şimalın Aralıq dənizidir, onların da yay ayları quraq keçir. Ona görə düzgün cavab elə olacaq Y variantı. 126-cı test. Yerləşdiyi iqlim qurşağının burada Rusiya və Braziliya ərazilərində yerləşən meşələrə aid olan xüsusiyyətləri müəyyən. Rusiyada yerləşən meşə əsasən tayqadır, yəni iynəyarpaqlı meşələrdir. Braziliyada yerləşən meşə isə həm Amazon meşələrinə aid etmək olar, həm də savanna və seyrək meşələrə aid etmək olar. Yerləşdiyi iqlim qurşağının əsasən kontinental tipindədir. Bu Rusiyaya aiddir. Yəni iynəyarpaqlıdır, mülayim kəskin kontinentaldır. İllik yağıntının miqdarı 2000-3000 mm bu Braziliyaya aiddir, Amazon meşələri. Əsasən qonur, qəhvəyi, podzol torpaqlar bu Rusiyaya aiddir əlbəttə ki. Sutkalıq və illik temperatur amplitudunun az olduğu iqlim şəraitində formalaşır. Ekvatorial iqlim qurşağında sutkalıq və illik amplitudu az olur. Ölkənin şimalında olan meşələrə yağıntının xeyli hissəsi sublimasiya nəticəsində düşür, yəni qar formasında düşür, bərk formada düşür, bu Rusiyaya aiddir. Dünyada bitkilərin növ tərkibinə görə ən zəngin ərazilərdir, yəni Amazon meşələridir. Braziliyaya aiddir. Ona görə Rusiya 1, 3, 5, 2, 4, 6 düzgün cavabımız olacaq Y variantı. 127. Xəritə sxemində rəqəmlərlə verilən məntəqələrin iqlim tiplərini və təbii zonalarını müəyyən. Bir rəqəmi Apennin yarımadasıdır, subtropik Aralıq dənizidir, codyarpaqlı həmişəyaşıl meşə kolluqlardır. 2 rəqəmi Ərəbistan yarımadasıdır, tropik səhradır, tropik səhra olduğu üçün kontinental səhra və yarım səhradır. 3 rəqəmi də ki, mülayim mussondur, Kore yarımadasının şimalıdır, yəni mülayim mussondur, Rusiyanın ərazisidir. Mülayim musson olduğu üçün
Orada musson meşələri təbii zonası yayılmışdır. Düzgün cavabımız elə A variantı olacaq. 128-ə də baxaq. Xəritə sıxımda rəqəmlərlə verilən məntəqələrin iqlim tiplərini və təbii zonalarını müəyyən edin. Bir rəqəmi Böyük Britaniya adasıdır. Mülayim dənizdir. Mülayim dənizdə də enli yarpaqlı meşə və kolluqlar olacaq və yaxud qarışıq meşələr. Yəni əslən enli yarpaqlıdır bu birdə. 2 rəqəmi Qaradənizin şimal hissəsidir. Ukraynanın ərazisinə düşür. Mülayimin kontinentalıdır. Çöl və meşə çöl təbii zonasıdır. 3 rəqəmi yenə mülayim mussondur və musson meşələridir. Düzgün cavabımız burada olacaq D variantı. Euler-Venn diaqramına əsasən uyğun gələn bəndərin müəyyən Avstraliyanın şimalı, Avstraliyanın cənubu. Dekabr, yanvar aylarında ekvatoral hava kütləsinin təsirinə məruz qalır. Avstraliyanın şimalı subekvatorialdır. Subekvatoriala da yay aylarında ekvatoral hava kütləsi təsirləyir. Cənubun da yay ayları dekabr, yanvar aylarıdır. Bu gedəcək Avstraliyanın şimalı. Qırmızı ferralit, qırmızı qonur torpaqları üstünlüyü təşkil edir. Bu da Avstraliyanın şimalıdır, savannaya aiddir. Materikin əsas çay sisteminin mənsəbi burada yerləşir, yəni Avstraliyanın cənubudur, Murray çayı. Rütubət bərabər paylanan subtropik iqlim tipi mövcuddur. Bu da Avstraliyanın cənub-şərq hissəsindədir. Ərazisində yerləşən körfəzdə keçid iqlim qurşağı formalaşmışdır. Şimalda Karpentariyadır, subekvatorialdır. Cənubunda da Böyük Avstraliyadır, subtropikdir. 1-ə 1, 2, 2-ə 3, 4. Düzgün cavab olacaq A variantı. Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən. Birinci diaqrama baxırıq. Yağıntılar il boyu bərabər paylanıb. Temperatur mənfiyə düşmüb. Şimal yarımkürəsindədir. Bu olacaq mülayim dəniz. İqlim tipi. İkinci iqlim diaqramına baxırıq. Yağıntılar yay aylarında düşüb. Temperatur demək olar ki 20 ilə 30 dərəcə arasında dəyişir. Bu subekvatoriala uyğun gələcək. Çünki subtropik musson və mülayim mussonda da yağıntılar yayda düşür. Subtropik mussonda temperatur sıfıra yaxınlaşır qış aylarında. Mülayim mussonda isə temperatur mənfiyə düşür. Ona görə bu ancaq subekvatoriala uyğun gəlir. Və bu da şimal yarımkürəsində yerləşir. Enli yarpaqlı meşələr təbii zonası geniş yayılmışdır. Bu mülayim dənizdir. Əlverişli iqlim şəraitinə malikdir. İkisi də temperatur normaldır, yağıntı da normaldır. Savanna və seyrək meşələr bu subekvatoriala aiddir. Qırmızı qonur torpaqlar yayılmışdır. Bu da subekvatorialdır. İlin bütün fəsilləri aydın müşahidə olunur. Subekvatorialda 2 fəsildir, amma mülayim dənizdə 4 fəslin 4-də müşahidə olunur. Avrasiyada rast gəlinir, əlbəttə ki, hər ikisi. 1-ə 1, 5, 2-ə 3, 4. 1-ə 1, 5, 2-ə 3, 4. D variantı düzgün cavabımız olacaq. 131-ci sualda çöl və savanna təbii zonaları verilmişdir. Məhsulda qara torpaqlar çölə aiddir. Argentinada geniş ərazi tutur. Argentinada çöl təbii zonası geniş ərazi tutur. Yəni A və B olacaq. Fəsillər üzrə yağıntıların paylanmasında kəskin fərqlənir. Fəsillər üzrə yağıntı paylanmasında kəskin fərqlənən savanna və seyrək meşələr olacaq. Çünki savanna və seyrək meşələr subekvatorialda yerləşir. Ona görə yayları bol yağıntılı olur. Kənd təsərrüfatı üçün əlverişlidir hər ikisi. Qırmızı qonur torpaqlar yayılmışdır, savanna və seyrək meşələr. Həm şimal, həm cənub yarımkürəsində yayılmışdır hər ikisi. 1AB, 2CY, 3DF düzgün cavab olacaq Y variantı. 132-ci sual Avstraliya, Afrika və Cənubi Amerika materikləri göstərilmişdir. Gondwana qurusunun tərkib hissəsidir. Hər üçü cənub materiklər Gondwana qurusuna aiddir. Səhra və yarımsəhra təbii zonası geniş sahədir. Baxın, burada geniş sahədir, düzdür. Cənubi Amerikada səhra var, amma geniş sahə tutmur. Afrikada və Avstraliya geniş sahədir. Ona görə 2. 1-ə gedəcək. Ərazisində cavan dağ sistemləri yerləşir. Avstraliya platformadır, amma Cənubi Amerikada And dağları, Afrikada da Atlas dağları var. Sahilləri sakit okean suları ilə yuyulur. Avstraliyanın şərq sahilləri, Cənubi Amerikanın da qərb sahilləri sakit okeandır. Lakin Afrikada sakit okean suları yumur. Ərazisi 2 işıqlanma qurşağında yerləşir. Ərazisi 2 işıqlanma qurşağında yerləşən burada Cənubi Amerika və Avstraliyadır. Çünki Afrika 3 işıqlanma qurşağıdır. Həm şimal tropik xətti kəsib, həm də cənub tropik xətti kəsib. Ona görə bu 2-yə gedəcək. Ərazisini cənub tropik xətti kəsir. Avstraliya, Cənubi Amerika və Afrika hər üçünü kəsir. Savanna və seyrək meşə təbii zonası geniş sahə tutur. Savanna və seyrək meşə təbii zonası Cənubi Amerikada və Afrikada daha geniş sahə tutur.
Avustraliyada şimalında var. Yəni bu əslində üçünə də götürmək olar. Bu 7-nin üçünə də götürmək olar. Həm Avustraliyanın şimali hissəsi geniş sahə tutub, həm də Böyük Suvarıcı dağlarının qərb ətəklərində sahə tutur. Ona görə bəzi iqlim qurşaqları və təbii zonalar təkrarlanır. Təkrarlama Afrika və Cənubi Amerikadadır. Ona görə burada gedəcək 8. Düzgün cavabımız 1-ə 2, 2-yə 4, 5, 1-ə 2, 2-yə 4, 5 yalnız B variantında var. Ona görə düzgün cavabımız olacaq B variantı. 133-cü sual. İynəyarpaqlı meşələrin yayıldığı iqlim qurşağı daxilində yerləşməyən təbii zonalar və müvafiq olaraq bu təbii zonalara uyğun gələn xüsusiyyətləri müəyyən. İynəyarpaqlı meşələrin yayıldığı iqlim qurşağı mülayim iqlim qurşağıdır. Mülayim iqlim qurşağında yerləşməyən təbii zonaları seçməliyik. Codyarpaqlı meşə kolluqlar yerləşmir, o subtropikdədir. Çöl meşə-çöl yerləşir. Enliyarpaqlı meşələrdə yerləşir. Arktik səhralar da arktik səhradadır. Yəni burada yerləşmir, arktik iqlim qurşağında. Səhra və yarımsəhra mülayimdə var, mülayimi kəskin kontinentaldır. Selvas da ekvatorial meşələr təbii zonasındadır, yəni ekvatorial iqlim qurşağına aiddir. Ona görə bu da yerləşmir. 1, 4 və 6 yerləşmir. Sonra da bunlara aid xüsusiyyətləri seçməliyik. Buxarlanma qabiliyyəti kiçikdir. Buxarlanma qabiliyyəti kiçikdir, əlbəttə ki, arktik səhralarda. A-nı götürmək olar. Şimali Amerikada Sakit Okean sahilində formalaşmışdır codyarpaqlı meşə və kolluqlar. Məhsuldar qara və qırmızı torpaqlar yayılmışdır. Bu çölə aiddir. Lakin biz çölü götürmürük də. Çünki bu əslində fikir olaraq çöl meşə çölə aiddir. Lakin götürmərik. Formalaşmasında soyuq okean cərəyanlarının təsiri böyükdür. Bu səhra və yarımsəhraya aiddir. Mənimsənilməsi üçün Transamazon magistralı çəkilmişdir. Bu da Selvasa aiddir. Yəni Cənubi Amerikanın ekvatorial meşələri. Düzgün cavabımız olacaq 1, 4, 6. Tapaq 1, 4, 6. 1-ə B olacaq, 4-ə A olacaq, 6-ya da Y olacaq. Yəni düzgün cavab olacaq D variantı. 134-cü sual. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Ekvatorial meşələr, savanna və seyrək meşələr, codyarpaqlı meşə və kolluqlar. Ekvator xətti ilə kəsilən bütün ərazilərdə yayılıb. Bu fikir yanlışdır. Çünki Afrikada ekvatorial iqlim qurşağı tam zolaq əmələ gətirmir. Ona görə ekvator xəttinin kəsdiyi yerlərdə ekvatorial meşələr, yəni bütün ərazilərdə yayılmayıb. Yəni ekvator xəttinin kəsdiyi yerlərdə dəyişkən rütubətli meşələr də yayılıb, savanna və seyrək meşələr də yayılıb. Bir yanlışdır yəni. Materiklərin heç bir ucqar nöqtəsi bu təbii zonada yerləşmir. Bu da yanlışdır. Avrasiyanın cənub ucqar nöqtəsi, yəni PI burnu, ekvatorial meşələr təbii zonasındadır. Tropik bitki və plantasiyaların salınması üçün əlverişli ərazilərdir. Bu doğru olar. Yəni ekvatorial meşələr xüsusilə də Cənub-Şərqi Asiyada, yəni kənd təsərrüfatında geniş istifadə olunur həmin ərazilər. Savanna və seyrək meşələrə baxaq. Cənub yarımkürəsində heç bir inkişaf etmiş ölkədə yayılmayıb. Savanna və seyrək meşələr Avustraliyada var, Avustraliyada inkişaf etmiş ölkədir. Bu yanlışdır. Torpağı qırmızı qonurdu, bu doğrudur. İri ot yeyən heyvanlar və hündür ot örtüyünə malikdir, bu da doğrudur. Hündür ot örtüyü, iri heyvanlar doğrudur yəni. Codyarpaqlı meşə və kolluqlar bütün yarımkürələrdə yayılıb. Şimalda var, cənub yarımkürəsində də var, şərqdə də var, qərbdə də var. Bu doğrudur. Aqroiqlim ehtiyatları ilə zəif təmin olunub. Xeyr, zəif təmin olunmuyor. Bu yanlışdır. Cənubi Amerikada yalnız Çilidə yayılıb. Ölkə olaraq bəli, yalnız Çilidədir. Cənubi Amerikanın qərbindədir. Düzgün cavabımız olacaq 1-ə 3, 2-yə 5, 6, 3-ə də 7, 9, yəni D variantı. 134-də D, 135-ci testə baxaq. Cədvəldə verilən təbii zonaların savanna və seyrək meşələr zonası ilə oxşar xüsusiyyətlərini müəyyən edin. Rütubətlənmə əmsalı 0,8-dən 1-ə qədərdir. Codyarpaqlı meşə kolluqlarla savannanın oxşar xüsusiyyətidir. 1 doğrudur. Hər ikisinin oxşar xüsusiyyətidir. Cənubi Afrika və Avustraliyanın ərazisində formalaşır. Cənubi Afrikada savanna və seyrək meşələr təbii zonası yayılmışdır. Yəni Cənubi Afrikada savanna var, az da olsa. Codyarpaqlı meşə kolluğu da var.
Avustraliyada da coğdiyarpaqlı meşə kolluq var, savanna var. Yəni bu da doğrudur. Ərazisi 2 işıqlanma qurşağında yerləşir. Yəni coğdiyarpaqlı meşə və kolluqlar 1 işıqlanma qurşağıdır. Əslində mülayim işıqlanma qurşağıdır. Düzdür, indi şimalın mülayimi də var, cənubun mülayimi də var. Əslində 2 işıqlanma qurşağı götürmək olar. Amma savanna və seyrək meşələr 3 işıqlanma qurşağıdır. Çünki orada həm mülayim işıqlanma qurşağında, cənubun da, şimalın da mülayim işıqlanma qurşağında yayılıb, həmçinin tropik işıqlanma qurşağında da yayılıb. Yəni ona görə bu yanlışdır. Rütubətli ekvatorial meşələr əsasən günəşin zenitdə olduğu ərazilərdə formalaşır. Bu oxşardır hər ikisi üçün. Əkinçilik və heyvandarlıq yüksək səviyyədə inkişaf edib. Bu savanna üçün doğru olsa da ekvatorial meşələr üçün yoxdur. Çünki orada kənd təsərrüfatı o qədər də güclü inkişaf eləməyib. Orta illik temperatur yüksəkdir. Hər ikisində orta illik temperatur yüksəkdir. Ekvatorial enliklər. İynəyarpaqlı meşələr həm şimal, həm cənub yarımkürəsində geniş yayılıb. İynəyarpaqlı meşələr cənub yarımkürəsində geniş yayılmayıb, amma savanna yayılıb. Tayqa meşələrində pozol torpaqlar formalaşır. Bu yalnız iynəyarpaqlıya aiddir də, yəni savannaya aid deyil. Şimali Amerikada yayılıb, hər ikisi Şimali Amerikada var. Deməli 1-ə 1, 2, 2-yə 4, 6 götürə bilərik. 1, 2, 4, 6, 3-ə də 9-u götürə bilərik. Yəni düzgün cavab olacaq B variantı. Cədvəldə verilən təbii zonaları çöl və meşə çölləri zonasında fərqləndirən xüsusiyyətləri müəyyən edin. Coğdiyarpaqlı meşə və kolluqlar. Bir də dəyişkən rütubətli meşələr. Şimali Amerika materikinin mərkəzində meridional istiqamətdə yerləşir. Mərkəzində deyir, çöl və meşə çöllər Şimali Amerikanın mərkəzindədir. Doğrudur. Coğdiyarpaqlı meşə və kolluqlar Şimali Amerikanın mərkəzində yerləşmir. Ona görə bu əslində çölün coğdiyarpaqlıdan fərqli xüsusiyyətidir. Bizdə isə bu təbii zonaları çöldən fərqləndirən xüsusiyyəti istəyir. 1 olmaz. Aralıq dəniz sahilində yayılmışdır. 2 olar. Coğdiyarpaqlı meşə və kolluqlar Aralıq dənizindədir. Çöl və meşə çöllər mülayim və subtropik iqlim qurşağının digər tiplərindədir. Ona görə 2 yanlışdır. Yəni bu fərqli xüsusiyyət. Yayıldığı ərazilərdə sitrus və üzüm və zeytun becərilir. Çöl və meşə çöldə çox da sitrus meyvələri olmaz. Əslində bu da fərqləndirici xüsusiyyətdir. Yəni 3-ü də götürə bilərik. Daha sonra şimal materiklərinin şərq sahillərində yayılmışdır. Dəyişkən rütubətli meşələr şərq sahillərindədir, şimal materiklərinin. Yəni bu dəyişkən rütubətli meşələrin fərqli xüsusiyyəti kimi götürmək olar. Çünki çöllər əslində mərkəzi hissələrdir və qərb hissələr. Və əslində mərkəzidir. ABŞ və Kanadanın mərkəzi hissəsində yerləşir. Bu çölə aiddir, dəyişkən rütubətliyə aid deyil. Subtropik iqlim qurşağı daxilində formalaşmışdır. Çöl və meşə çöl də subtropikdə ola bilər. Dəyişkən rütubətli meşələr də subtropikdə ola bilər. Bu da yanlışdır. Yəni 1-ə 2, 2-yə də 4 olacaq. 136-da düzgün cavabımız olacaq Y variantı. %37-ci testə baxaq. Argentina, Hindistan, İspaniya. Argentinada savanna və seyrək meşələr az da olsa yayılıb, amma əsasən çöl və meşə çöldür. Yəni Argentinada çöl və meşə çöllər daha doğru olar. Yəni ümumilikdə gəlin Argentina ilə təbii zonalarını yazaq. Çöl və meşə çöl olar. B. Savanna da olar, amma əsas çöl və meşə çöl. Eyniyarpaqlı olmaz, coğdiyarpaqlı meşə kolluqları da yoxdur. Yarım səhra da az da olsa var. Yəni B, C götürmək olar. Hindistanda savanna və seyrək meşələr A yazmaq olar. Çöl yoxdur, yarım səhra yoxdur, enli yarpaqlı yoxdur, coğdiyarpaqlı da yoxdur. Yəni 2-yə A olacaq ancaq. İspaniyada da coğdiyarpaqlı meşə kolluqlardır. Yəni 3-ə də Y olacaq. Torpaqları da Argentinada əgər biz belə deyək, çölləri deyiriksə, burada qırmızı qara torpaqları deməliyik. Yəni 1. Qırmızı qonur torpaqlar Hindistana gedəcək, savannaya. Qonur torpağı heç birinə getməz. Qəhvəyi torpaqlar da İspaniyaya gedəcək, yəni 4-də gedəcək bura. Belə deyək, torpaqlarımız olacaq 1, 2, 4. Rəqəm hərflər də B, A, Y olacaq və yaxud C, A, Y olacaq. Düzgün cavab elə Y variantı. Çünki burada boz torpaqları yarım səhraya götürməliydik. Yəni C və 5 olmalıdır. Belə bir variantda heç bir variantda yoxdur. Düzgün cavab elə olacaq 137-də Y variantı. Selva və pampa anlayışlarına aid olduğu təbii zonalar müvafiq olaraq müəyyən edilir. Selva Cənubi Amerikanın Amazon meşələridir. Yəni Cənubi Amerikanın ekvatorial meşələridir. 2. Pampa da
Cənubi Amerikanın çölləridir. 1. Düzgün cavabımız 138-də 2-1 olacaq. 139. Afrika materikinə aid olan xüsusiyyətlər. Ərazisinin çox hissəsi qədim platformada yerləşir. Afrikanın çox hissəsi qədim platformadır, bu doğrudur. Mülayim iqlim qurşağı geniş sahə tutur, Afrikada mülayim yoxdur. Sahilləri az parçalanmışdır, doğrudur. Səhralar geniş sahə tutur, bu da doğrudur. Ən quru materikdir, xeyr, ən isti materikdir, ən quru Avstraliya. 140-cı sual, bunu da izah eləyək. Xəritə sıxımında verilən A məntəqəsinin yerləşdiyi ərazi üçün səciyyəvi əlamətləri müəyyən edin. A məntəqəsi mülayim dəniz iqlimindədir. Yəni Qərbi Avropanın qərbidir. Aqroiqlim imkanları zəif təmin olunmuşdur, bu yanlışdır. Səpələnən radiasiyanın payı üstündür, doğrudur. Buludluq yüksəkdir orada. Mülayim dənizdir, bu da doğrudur. Tibetdən Mamsalı vahidə yaxındır, bu da doğrudur. Enli yarpaqlı meşələr yayılıb orada. Qırmızı qara olmaz, qonur torpaq olar orada. Fəsil dəyişkəni zəif yox, aydın müşahidə edilir. Çünki mülayim iqlim qurşağı. Düzgün cavab olacaq 2, 3, 4.